Verilmiş prosesdən alınan X qazı artıq miqdarda etilin üzərindən keçirildikdə 0,2 mol maddə alınır. X qazının alınma reaksiyasını yazın, əmsallaşdırın. Reaksiyada götürülmüş turşunun neçə molu oksidləşər? Deməli, bizim bu reaksiyamızda manqan 4 oksidin xlorid turşusu ilə reaksiyasını yatsaq, manqan 2 xlorid, xlor və su alınacaq. Biz bu reaksiyanı yazdıq və əmsallaşdırdıq və buradan alınan qaz etilin üzərindən keçirildikdə 0,2 mol maddə alınır. Etilenlə həmin bu qaz birin birə xlor qazı reaksiyaya daxil olur, 1,2 dixlor etan alınır. Əgər ki 0,2 mol maddə alınıbsa, deməli 0,2 mol da xlor alınmışdır buradan. Bunu yerləşdirsək 0,2 mol xlor, deməli 1 mol xlor alınması üçün 4 mol turşu reaksiyaya daxil olursa, o zaman 0,2 mol xlor alınması üçün 0,8 mol turşu götürülməlidir. Sadəcə turşunun neçə molu oksidləşir deyir. 4 mol turşudan 2 molu dəyişmir bizim reaksiyamızda, sadəcə onun 2 molu oksidləşir. Deməli 0,4 moldan 2 mol oksidləşirsə, 0,8 moldan da 0,4 molu oksidləşmiş olacaq. Alınan X qazı artıq miqdarda etilin üzərindən keçirildikdə 0,2 mol maddə alınır. Etilini yazaq. Alınır 1,2 dixlor etan. 0,2 mol maddə alınır. 1 mol maddə üçün 1 mol xlor lazımdırsa, 0,2 mol maddə üçün də 0,2 mol xlor lazımdır. Alınmış üzvü birləşməyə kalium OH-ın spirtdə məhlul ilə təsir etdikdə baş verən reaksiyanı yazın. Alınan üzvü birləşmədə hibrid orbitalların ümumi orbitalların neçə faizini təşkil edir? Alınmış üzvü birləşməyə kalium hidroksidin spirtdə məhlulu ilə təsir etdikdə 2 mol kalium xlorid, 2 mol su ayrılacaq və asetilin alınacaq. Reaksiyanı yazdıq. Alınan üzvü birləşmədə hibrid orbitallar ümumi orbitalların neçə faizini təşkil edir? Hibrid orbitallar 4, ümumi orbitallar 2s, 4də p'miz var. Yəni 4 bölək 12 vuraq 100, daha doğrusu 10. Bu da olacaq 40%.